Bağırsaq xərçəngi əməliyyatlarında bağırsaq nə vaxt çölə çıxarılır? Bağırsaq xərçəngində xəstəliyin yerləşmə yerinə görə, mərhələsinə görə bəzən xəstəni qurtarmaq üçün bağırsağın müəyyən hissəsini çölə çıxarırıq və buna biz tibbi dildə stoma deyirik. Stomalar müvəqqəti və daimi ola bilir. Əgər xəstədə qaçaq riski varsa və ya qoyduğumuz tikişlər çox aşağı səviyyədə yerləşirsə, o zaman biz xəstəni qurtarmaq üçün müvəqqəti olaraq bağırsağı çölə çıxarırıq. Yəni stoma açırıq. Yəni stoma dediyimizdə xəstələr bundan çox qorxur. Bu əslində çox əziyyətli bir prosedur deyil. Yəni xəstələr bununla yaşaya bilir, bununla səyahət edə bilir, hətta idmanda edə bilirlər. Bir sözlə desək, bu qorxulacaq bir hal deyil. Tam tərsi xəstəni qurtarmaq üçün atılan bir addımdır. Bizim üçün əsas olan isə xəstəni bu xəstəlikdən qurtarmaqdır. Yəni stoma, yəni bağırsağın çölə çıxarılması bir cəza deyil. Tam tərsi xəstəni ölümcül bir vəziyyətdən qurtarmaq üçündür. Unutmayaq ki, bəzən bir stoma bir həyat qurtara bilir. Bu kimi maarifləndirici videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olun. Suallarınızı şərh bölümündə yazmağı unutmayın.